105 yaşlı universitetin 90 yaşlı fakültəsi. Ümumilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilərkən ilk tədris ilinə 2 fakültə, tarix, filologiya və tibb fakültələri ilə başlamışdı. İlk vaxtlarda tibb fakültəsinin tərkibində biologiyanın anatomiya, fiziologiya, zoologiya, histologiya və digər sahələri o dövrün aparıcı müəllimləri tərəfindən tədris edilirdi. Biologiya fakültəsi müstəqil fakültə kimi 1934-cü ildə botanika, insan və heyvan fiziologiyası, zoologiya, bitkilərin anatomiyası və fiziologiyası kafedraları ilə fəaliyyətə başlamışdı. Fakültənin ilk dekanı professor Dmitri Şutov olmuş, sonraki illərdə bu vəzifədə biologiya elminin görkəmli xadimləri, tanınmış pedaqoqlar, ziyalılar çalışmışlar. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə universitetdə, o cümlədən biologiya fakültəsində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinə şərait yaradıldı. Bundan savayı 1967-ci ildə fakültənin tələbələrinin ixtisas hazırlığı üçün tədris təcrübə bazası yaratmaqdan ötürü Quba rayonu 2-ci Nüqədi kəndində 8 hektar torpaq sahəsi ayrılsa da, fakültənin tələbələri yalnız 1970-ci ildən başlayaraq bu təcrübə bazasında təcrübələr keçməyə müvəffəq oldular. Ulu Öndər Heydər Əliyevin Respublikamızın davamlı inkişafı istiqamətində həyata keçirdiyi böyük işlər bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hər tərəfli inkişafına böyük töhfələr vermişdir. Hal-hazırda Biologiya Fakültəsi ölkəmiz və xarici ölkələr üçün yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər 6 kafedra üzrə elmi araşdırmalar həyata keçirən nüfuzlu elmi mərkəzdir. Botanika və bitki fiziologiyası kafedrası 2020-ci ildə 2 kafedra, botanika və bitki fiziologiyası kafedralarının bazasında yaradılıb. 1920-ci ildə təsis edilən botanika kafedrasına müxtəlif illərdə Lebedev, Razdorski, Brzezinski, Aleksandr Grossheim, daha sonralar professorlar Məmməd Qasımov və Cəlal Əliyev, 1992-ci ildən isə professor Elşad Qurbanov rəhbərlik edib. 1934-cü ildə yaradılan bitki fiziologiyası kafedrasına isə Dmitri Şutov, Müzəffər Abdalubov, Mirmusa Ağamirov, Abdullah Tağızadə, Nemət Qasımov, Vilayət Abdiyev rəhbərlik eləmişlər. Hal-hazırda kafedranın müdiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Elşad Qurbanovdur. Kafedrada zəngin herbari fondu xüsusi qorunaraq saxlanılır. Zoologiya və fiziologiya kafedrası 2020-ci ildə zoologiya və insan və heyvan fiziologiyası kafedralarının bazasında yaradılıb. İnsan və heyvan fiziologiyası kafedrasının əsası 1920-ci ildə məşhur həmyerlimiz Lev Landaunun anası professor Lyubov Karkovi Landau tərəfindən qoyulmuş və o dövrdən Azərbaycanda ilk dəfə olaraq insan və heyvan fiziologiyası üzrə tədqiqatlara başlanılmışdı. Lakin Azərbaycanda fiziologiyanın inkişafında, o cümlədən insan və heyvan fiziologiyası kafedrasının Respublikada fizioloji elmlər üzrə mərkəzə çevrilməsində professor Abdullah Qarayevin əvəzsiz xidmətləri olmuşdu. Kafedraya başçılıq etdiyi 28 il ərzində onun bilavasitə rəhbərliyi ilə 500-dən çox yüksək ixtisaslı fizioloqlar hazırlanmışdı. Bu sahədə milli dildə ilk kitablar da onun qələminin məhsulu olub. Yarandığı gündən kafedraya Rostovçev, daha sonralar akademik Abdullah Qarayev, professorlar Tələt Qayıbov, Haqverdi Cəfərov, Əli Əliyev və dosent Validə Mədədova rəhbərlik eləmişlər. 1934-cü ildən fəaliyyət göstərən Ümumi Zoologiya kafedrasının əsasında 1945-ci ildə Onurğasızlar zoologiyası və Onurğalılar zoologiyası kafedraları yaradılmışdı. Kafedraların əməkdaşları bu illər boyu Respublikanın su və quru ekosistemlərində heyvanlar aləminin öyrənilməsinə böyük töhfələr vermişlər. Kafedralara müxtəlif illərdə professorlar Valentina Rusanova, Şamil Cəfərov, Fərzəli Ağamalıyev, Hacıbaba Abbasov, Qara Mustafayev, Canbaxış Nəcəfov və Hökümə Quliyeva rəhbərlik eləmişlər. Professor Qara Mustafayev Azərbaycan televiziyasında Təbiəti Sevənlər verilişinin yaradıcısı və uzun illər Mirəli Axundovla birgə aparıcısı olub. Hal-hazırda bu ənənəni Zoologiya və Fiziologiya kafedrasının müdiri, dosent Əbülfəz Tağıyev davam etdirir. Genetika kafedrası müstəqil kafedra kimi Genetika və Darwinizm adı ilə 1937-ci ildə yaradılsa da, 1919-cu ildən universitet fəaliyyətə başlayandan tibb fakültəsində digər fənlərlə yanaşı genetikada tədris olunurdu.
Kafedraya professorlar Mirəli Axundov, Arif İsmailov və Rauf Quliyev rəhbərlik eləmişlər. 2019-cu ildən kafedraya professor Kamilə Əliyeva rəhbərlik edir. 1937-ci ildə Biologiya fakültəsinin nəzdində professor Mirəli Axundovun təşəbbüsü və bilavasitə iştirakı ilə Cənubi Qafqazda yeganə olan Təkamül Təlimi Muzeyinin əsası qoyulmuşdu ki, muzey bu gün də fəaliyyətini davam etdirir. Biofizika və biokimya kafedrası 2020-ci ildə biofizika və molekulyar biologiya, biokimya və biotexnologiya kafedralarının bazasında yaradılıb. Biofizika və molekulyar biologiya kafedrası 1976-cı ildə görkəmli alim professor Tofiq Məmmədov tərəfindən yaradılmışdı. O, 1993-cü ilə qədər kafedranın müdiri olmuş, sonradan kafedraya professorlar Xanlar Abdullayev və Ralfred Həsənov rəhbərlik eləmişlər. İlk dəfə 1921-ci ildə yaradılan, 1956-cı ildə isə fəaliyyətini dayandıran biokimya kafedrası 1972-ci ildə professor Akif Quliyevin təşəbbüsü ilə yenidən fəaliyyətə başlamış və 2019-cu ilə qədər biokimya və biotexnologiya adı altında onun rəhbərliyi ilə fəaliyyət göstərmişdi. Hal-hazırda kafedraya professor Rövşən Xəlilov rəhbərlik edir. Molekulyar biologiya və biotexnologiyalar kafedrası 2020-ci ildə mikrobiologiya, molekulyar biologiya və biofizika, biokimya və biotexnologiya kafedralarının bazasında yaradılıb. Mikrobiologiya kafedrası 1935-ci ildə ibtidai bitkilərin sistematikası və mikrobiologiya kafedrası kimi yaradılmış və ilk kafedra müdiri professor Aleksandr Oksner olmuşdu. Daha sonralar kafedraya dosent Salman Cəfərov, professorlar əməkdar elm xadimi Həbibə Qasımova, Rahib Abışov və Xudaverdi Qəmbərov rəhbərlik eləmişlər. Hal-hazırda kafedraya professor Ziyəddin Məmmədov rəhbərlik eləyir. Biotibbi materiallar kafedrası 2022-ci ildə Azərbaycanla İSESCO-nun əməkdaşlığı əsasında biologiya, kimya, ətraf mühit, farmakologiya və materialşünaslıq sahələrinin kəsişməsində innovativ materialların yaradılmasını və bu yolda proseslərin inkişafını təmin eləmək məqsədi ilə yaradılıb. Kafedranın müdiri professor Ülviyə Həsənovadır. Qürurverici haldır ki, 90 illik şərəfli bir tarixi olan Biologiya fakültəsi Respublikada biologiya elm sahələri üzrə liderlik eləyən və fundamental elmi tədqiqatların aparıldığı nüfuzlu elm təhsil mərkəzidir. Əgər 1994-cü ilə kimi məzunlar fakültəni biologiya və kimya müəllimi və tibbi biologiya ixtisasları üzrə bitirirdisə, hazırda ali təhsil pilləsinin bakalavriat səviyyəsində 6 ixtisas fəaliyyət göstərir. Magistratura səviyyəsində 20 ixtisaslaşma üzrə magistr hazırlığı, doktorantura səviyyəsində 10 ixtisasda yüksək ixtisaslı elmi kadrlar hazırlanır. Son illər fakültənin beynəlxalq əlaqələri günü-gündən genişlənir. Hazırda fakültəmiz dünyanın bir sıra ölkələrinin aparıcı ali təhsil ocaqları və nüfuzlu elmi mərkəzləri ilə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq eləyir. Qlobal tendensiyalara, təhsil sisteminin və milli iqtisadiyyatın tələblərinə cavab olaraq belə əməkdaşlıq ali təhsilin və kadr hazırlığının inkişafında yeni yanaşmaları və perspektiv imkanları ortaya çıxarır. Biologiya fakültəsində elmi inkişaf və mübadilə məqsədi ilə respublika və beynəlxalq səviyyəli konferansların keçirilməsi də artıq ənənə halını alıb. Eyni zamanda fakültənin nümayəndə heyəti Azərbaycan hüdudlarından kənarda keçirilən konferanslarda iştirak edərək birgə əməkdaşlıq istiqamətində müzakirələr aparırlar. Biologiya fakültəsində əməkdaşların və tələbələrin intellektual və mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına da hər cür qayğı göstərilir. Hər həftə biologiyanın bu və ya digər sahələri üzrə fakültə müəllimlərinin, doktorantlarının elmi seminarları, həmçinin dünyanın aparıcı alimlərinin elmi seminarları, ustad dərsləri, mütəxəssislərin təlimləri təşkil edilir. Biologiya fakültəsinin bir neçə kafedrasının əməkdaşları Tempus, Erasmus, eləcə də Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyəsi ilə həyata keçirilən layihələrə həm rəhbərlik eləmiş, həm də iştirakçı, hətta qalib olmuşlar. Bugün Bakı Dövlət Universiteti ilə dünyanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələri imzalanır. Biologiya fakültəsində təhsil alan xarici tələbələrin yüksək savad və təcrübə qazanmaları üçün də hər cür şərait yaradılır. Biologiya fakültəsi kontingentinin elmi potensialının artırılmasına yardım məqsədi ilə Acta Botanica və Life Sciences adlı iki elmi jurnal təsis edilib. Acta Botanica jurnalı Agris bazasına daxildir. Biz sürətli inkişaf, texniki tərəqqi dövründə yaşayırıq. Belə bir dövrdə təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı praktik bacarıqların, səriştənin vacibliyi danılmazdır.
Belə ki, Biologiya fakültəsi tələbələrin yüksək ixtisaslı, peşəkar kadr kimi hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən institutların əksəriyyəti bir sıra nazirlik, agentlik, cəmiyyət, mərkəz və klinikalarla bu və digər dərəcədə əlaqə saxlayır. Həmin institut, təşkilat və müəssisələr fakültədə təhsil alan tələbələrin elmi və təhsil təcrübələrinin təşkilində, əməkdaşların ixtisas səviyyələrinin artırılmasında fəal iştirak edirlər. İstehsalat təcrübələri tələbələrin təhsil aldıqları illər ərzində əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə şərait yaradır, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir. Bakalavriat səviyyəsini bitirməkdə olan 4-cü kurs tələbələrinə universitet tərəfindən Şamaxı, Lənkəran və Quba rayonlarına ekspedisiyalar təşkil edilir. İstedadlı uşaqlarda gələcəkdə seçəcəkləri sahəyə marağın daha da artırılmasına Biologiya fakültəsində diqqət göstərilir. Bunun da nəticəsində Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyinin şagirdləri Biologiya fakültəsində yerinə yetirilən layihə ilə Sabahın alimləri 11-ci Respublika müsabiqəsinin qalib olublar. Biologiya fakültəsində idmançı tələbələrə də hər zaman böyük qayğı ilə yanaşılır. Həmin idmançılar da Respublika və dünya səviyyəli yarışlarda ölkəni ləyaqətlə təmsil edərək çempion adını qazanırlar. Bugün Biologiya fakültəsində tələbələrin bir şəxsiyyət kimi formalaşdırılması üçün müəllim-tələbə münasibətlərinin düzgün qurulması ən vacib istiqamətlərdəndir. Fakültənin müəllim və tələbələri ictimai layihələr və ictimai aksiyalarda iştirak edirlər. Həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli mənəvi dəyərlərin qorunmasına ciddi diqqət yetirilir. Hər il fakültə rəhbərliyi, Fakültə Tələbə Gənclər Təşkilatı və Fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tarixi və bayram günləri qeyd edilir. Anım tədbirləri keçirilir, çıxışlar edilir, bədii kompozisiyalar nümayiş etdirilir. Bu tədbirlərdə fakültənin professor-müəllim heyəti ilə yanaşı tələbələr də fəal iştirak edirlər. Ermənistanın hərbi təcavüzü başlayandan Biologiya fakültəsinin tələbələri də ayağa qalxaraq silaha sarılmışlar. Fakültəni fərqlənmə diplomu ilə bitirən milli qəhrəman Eldar Tağızadə 1-ci Qarabağ savaşlarında, Nadir Nadirli və Tərxan Qurbanov isə 44 günlük vətən müharibəsində torpaq uğrunda canlarını əsirgəməyərək ən ali məqama, şəhidlik məqamına yüksəlmişlər. Hər il fakültə əməkdaşları şəhidlərimizin ailələrinə baş çəkir, onların məişət problemləri ilə maraqlanırlar. Onu da qeyd eləyək ki, Biologiya fakültəsi tarixən formalaşmış gözəl ənənələrə sahib olub. Bugün də kollektivdə çalışanların doğum günləri, xüsusən də yubileyləri fakültə rəhbərliyinin diqqətindən kənarda qalmır. Fakültədə müəllim və tələbələrin həvəsləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Biologiya fakültəsinin təşkilatçılığı ilə bir qrup tələbə Ramazan bayramı münasibəti ilə uşaq evlərinə baş çəkirlər. Biologiya fakültəsinin tələbələrinə maraq dairəsinə uyğun fəaliyyətlə məşğul olmaq üçün bir sıra klub və dərnəklərdə birləşmə imkanı yaradılır. 105 yaşlı Bakı Dövlət Universitetinin Biologiya fakültəsi 90 ildə çətin, lakin şərəfli və zəngin bir yol keçib. Hal-hazırda biologiya elm sahələrinə göstərilən diqqət və qayğı, xüsusən gənclərin fəallığı bu sahənin işıqlı gələcəyindən xəbər verir. Biz inanırıq ki, fakültəmizin yetirmələri bundan sonra da biologiya elminin inkişafı və qüdrətlənməsi üçün öz töhfələrini əsirgəməyəcək, yeni nailiyyətlər qazanmağa davam eləyəcəklər.